Assalamu aleykum, dəyərli izləyicilər, hamınızı salamlayıram. Bugün yenə təəssüflər olsun ki, yenidən bizim qardaş dövlətimiz Türkiyə Cümhuriyyəti haqqında və Azərbaycanda olan FETÖ-çülər, darbəcilər, gəzicilər, nə bilim, İmamoğluçular, bunlar haqqında danışmaq istəyirəm. Birincisi, mən onu qeyd eləmək istəyirəm ki, mənim şəxsiyyətə pərəstişim yoxdur. 27 sentyabr 2020-ci ilə qədər bunu bütün Azərbaycan ictimaiyyəti bilir. İstər Sayın Rəcəb Tayyib Ərdoğan haqqında, istərsə də Azərbaycan Prezidenti Cənab İlham Əliyev haqqında kifayət qədər sərt mövqeyim, sərt tənqidlərim olub. Cənab Ərdoğan haqqında nəyə görə olub? Ona görə ki, mən elə fikirləşmişəm ki, Suriyaya girir, nə bilim, Fələstindən ötürü onu eləyir, bunu eləyir, amma bir millət, iki dövlətiz bizi üçün heç nə eləmir. Eyni zamanda Azərbaycan prezidenti haqqında da nəyə görə bunları elə sərt mövqeyə tutmuşam? Çünki bizim bir dənə ən böyük qlobal problemimiz var idi. Ərazi bütövlüyümüzün bərpası və ikinci bir problemimiz də var, insanlarımızın yaşayış səviyyəsinin qaldırılması, biraz rifahının, maddi rifahının yaxşılaşdırılması. Ümid eləyirəm ki, buna da bir əncam çəkiləcək. Amma 27 sentyabr 2020-ci il böyük dönüş nöqtəsi oldu. Həm Azərbaycan üçün, həm böyük Türk dünyası üçün, həm də bütün dünya üçün. Xatırlayırsınızsa, 2-ci Qarabağ müharibəsi başlayanda mən sizə bax bu efir vasitəsilə dedim ki, əzizlərim, Qarabağ torpağı elə-belə torpaq deyil. Dünyanın o oxunun mərkəzi Azərbaycandır, onun da mərkəzi Qarabağdır. Xatırlayırsınızsa, 88-ci ildə, 87-88-də Qarabağda münaqişə başladı. Ardınca Qarabağ müharibəsi başlayandan sonra bu müharibə metastaz verdi, bütün dünyanı götürdü. Bax, görəcəksiniz dedim. 2020-ci ildə demişəm bu sözü, videolarımı vərəqləyib tapa bilərsiniz orada. Bu müharibə metastaz verəcək bütün dünyaya. Nə oldu? Ukraynada, Yaxın Şərqdə, Suriyada, bütün dünyanı müharibə götürdü. Yəni, mənim proqnozlarım düz çıxdı, düzdür. Əfqanistan haqqında mən neçə il qabaq demişdim ki, Əfqanistanda bu hadisələri baş verəcək. Gördünüz orada Amerika, NATO, Dovşan kimi silahları, o boyda silahları atıb qaçanda orada kim dayandı? Qəhrəman Türk əskəri, qəhrəman Azərbaycan əskəri hava limanını sonuna kimi qorudu. Və bugün nə baş verir? Bugün dünya yenidən qurulur. Dünyanın siyasi xəritəsində böyük dəyişikliklər olacaq. Görürsünüz ki, Amerika kimi sizin o demokratiya məbədinizin prezidenti Qrenlandiyaya göz qoyub, Kanadaya göz qoyub, Panama kanalının adını dəyişir, Amerika kanalı eləyir. Nə bilim, Ukraynanın yeraltı, yerüstü sərvətlərinə göz tikib, yəni Ukraynanın 4 vilayətini, işğalda olan ərazilərini Rusiyaya peşkəş eləməyə hazırdır. Ermənistanı Hindistan, İran, Rusiya, Fransa, Almaniya silahlandırır. Bütün bunlar nəyə görədir hamısı? Artıq bizim coğrafiyamız çox təəssüflər olsun ki, biz elə bir coğrafiyadayıq ki, biz elə bil ki, bizim orqanizmimizdə bir dənə virus var. Orqanizmimiz nə vaxt zəifləsə, o virus bizi yeyib bitirəcək. Biz 30 il, 35 il bugün yaşadığımız bu fərəhli günləri görmək üçün, qırılmış onurğamızı şax tutub gəzmək üçün, bugün alnı açıq, üzü ağ olmaq üçün nə boyda xislət çəkirdik. Və bugün Allaha şükür, harada Azərbaycan adı çəkilirsə, yəni mən Azərbaycandan kənarda yaşayıb, əvvəlki bizə olan reaksiyanı və bugünkü reaksiyanı görəndən sonra bunu sizə tam əminliklə deyirəm. Əvvəl Azərbaycan haqqında, nə bilim, ya deyirdilər Eurovision, ya deyirdilər Formula 1, ya Rəfail Ağayevə görə Azərbaycanı tanıyırdılar, ya bəziləri Alim Qasımova görə tanıyırdı. Amma bugünkü gün Azərbaycanı bir qəhrəman xalq kimi tanıyırlar. Və mən durub bugün bizim o ölkəmizin bəzi o üzdəniraqları Türkiyədə demokratiyanın, haqqın, ədalətin tərəfdarı yox deyənlərə bu tribunadan sual vermək istəyirəm. Sizin demokratik Avropovuz, qərbivüz
Nəyə görə 2-ci Qarabağ müharibəsi vaxtı Azərbaycanın ərazi bütövlüyünün pozulmasına göz yumurdular? Azərbaycan öz ərazisində antiterror əməliyyatı aparırdı. Öz torpaqlarını azad edirdi. Eynən Ukraynanın elədiyini eləyirdi Azərbaycan. Və heç bir dünyanın köməyi olmadan, bütün dünya bir neçə dövləti, o cümlədən başda qardaş Türkiyə olmaq şərti ilə bizə, yəni qarşı müharibə açmışdılar. Sözün hər mənasında müharibə açmışdılar. Təsəvvür eləyin, Fransa prezidenti Emmanuel Macron Rusiyanın Xarici Kəşfiyyat İdarəsi Narışkinin dezinformasiyasına istinad edib, Avropa Birliyinin sammitinin birinci gününə həsr olunmuş brifinqdə deyirdi ki, Azərbaycanda Suriyadan gəlmiş IŞİD döyüşçüləri vuruşurlar. Amma biz Zəngilanı, Qubadlını azad edəndən sonra onların o dövlət təhlükəsizlik xidmətinin, Ermənistanın, oradakı o separatçı rejimin təhlükəsizlik xidmətinin arxivlərindən nə qədər ərəb, nə bilim, Fələstinli, nə bilim, Livan ermənisinin sənədlərini tapdı bizim qəhrəman əsgərlər. Yəni, bu haqqı ədaləti siz müdafiə edirsiniz, bu demokratiyanı müdafiə edirsiniz və yaxud BMT-nin 4 qətnaməsi 30 il idi kağız üzərində qalmışdı. Onu kim həyata keçirtdi? Azərbaycan Respublikasının Ali Baş Komandanından tutmuş sıravi əskərinə və hər bir sıravi vətəndaşına, qeyrətli vətəndaşına qədər. Hamımız birləşdik, bir yumruq olduq, bir olduq. Qarabağımız Allaha şükür işğaldan azad olundu. Və bizə siyasi dəstəyi kim verdi? Arxamızda kim dağ kimi dayandı? Türkiyə Cumhuriyyətinin prezidenti və bugünkü iqtidarı, AKP iqtidarı, başda Əmrəl-Möminin həzrətləri cənab Rəcəb Tayyib Ərdoğan olmaq şərti ilə Türkiyə dövləti bizim arxamızda dayandı. Bugünkü iqtidar hansını ki, bugün bütün dünyanın gizli servisləri, kəşfiyyatı, başda Rusiyanın Quri, FSB-si olmaqla, Fransanın, İranın kəşfiyyatı olmaqla bugün Türkiyənin içində qaynadırlar. İstəyirlər ki, Türkiyəni bugün hakimiyyəti dəyişsinlər. İmamoğlu kimi, Kılıçdaroğlu kimi marionetkaları Türkiyənin başına gətirsinlər. Bütün o projelerin hamısını məhv eləsinlər. Suriyasını, Qafqaz projesini, Türk Dövlətləri Birliyi projesini, Turan projesini. Çünki Amerika Avrasiya materikindən getdi, cəhənnəm olub getdi. Avrasiya materikinin bugün söz sahibi Rəcəb Tayyib Ərdoğan cənablarıdır. Bugünkü gün sizin bəzilərinizin sosial şəbəkələrdə AKP, o cümlədən Türkiyəyə, o cümlədən cənab Rəcəb Tayyib Ərdoğana yağdırdığınız o kini, küdurəti, o qarayaxmanı görəndə mən Türkiyəli qardaşlarımdan xəcalət çəkirəm. Yəni, sizin Türkiyədə elə dostlarınız yoxdur. Amma mənim Allaha şükür, nəinki Türkiyədə, dünyanın bütün ölkələrində dostlarım var. Bütün xalqlarının arasında dostlarım var. Sizi heç qonşularınız tanımır. İnformasiya alma mənbəyiniz sizin çayxana və özünüz kimi 5-10 dənə geri zəkalılardır. Və siz bugün durub demokratiyadan danışırsınız. Mən sizə sual vermək istəyirəm. Əbləhlər, Azərbaycan Respublikası müstəqilliyini əldə etdikdən bu günə kimi bir gün də olsa demokratik dövlətdə yaşamısınız? İstəyir rəhmətli Mütəllibovun vaxtında, istəyir rəhmətli Elçibəyin vaxtında, istəyir rəhmətli Heydər Əliyevin, istəyir İlham Əliyev cənablarının vaxtında. Azərbaycan cəmiyyəti ümumiyyətlə demokratiyanın nə olduğunu bilir. Bilirsiniz, bir anekdot var, bizim Şamaxda, bizim o Padar cəmaatının anekdotu. Bunlar tərəkəmədilər də, yaylaq qışlaq gedirlər, uşaqları məktəbə getmir. Bir gün anası deyir ki, bir dəfə ged məktəbə, gör nədə. Bu da gəlir məktəbə, müəllim deyir, lövhənin qarşısına. Lövhənin qarşısına çıxır, deyir, ora bir dənə D hərfi yaz. Deyir, müəllim dəli olub, mən D yaza bilirəm. İndi siz demokratiyanın D hərfini yaza bilmirsiniz. Demokratiya nə olduğunu ömrü boyu hiss eləməyən, görməyən adam bugün
mənim yazdığım postlara gülüş işarəsi qoyursunuz və yaxud burada bu video yayımlarının altında nə bilim ağıllı-ağıllıya danışırsınız ki, Türkiyədə demokratiya yoxdur. Əbləhlər, dünyanın yeganə modeli, ən belə də ideal modeli olan direkt demokrasi, birbaşa demokratiya olan İsveçrədə 10 ildir bəndəniz yaşayır. Burada da demokratiya nisbidir. Özlərinə lazım olanda demokratiya olur. Keçən il bax bir Çeçen qaçqınını təyyarənin trapından düşürtdüm. 2-3 ay dayanmadan İsveçrənin prezidentinə yaz, nə bilim, bütün aləmi, beynəlxalq, bütün ictimaiyyəti qaldırdım ki, bu adam kimdir ki, bu Usama Bin Ladendir, kimdir ki, bundan ötürü İsveçrədən Moskvaya charter reysi qaldırırlar. Yəni, aviasabşenilər heç bir uçuş olmadığı halda. Yəni, biz olmasaydıq, demokratiya bu idi. Adamı aparıb Rusiyaya təhvil verməli idilər. Lefortovo da adamı işgəncə verib öldürməli idilər. Çünki nəyə görə? Ukraynada vuruşan Şeyx Mansur adına batalyona yardım eləyirdi. Sənədləri mən oxuyanda dəli oldum. Miqrasiya xidməti ilə Rusiya səfirliyi vətəndaşların readmissiyası haqqında qanuna istinad edib bu adamı təhvil vermək istəyirdilər. Siz demokratiya görmüsünüz. Demokratiya ümumiyyətlə bilirsiniz nədir? Ümumiyyətlə dünyanın hər hansısa bir ölkəsində demokratiya varmı? Keçən dəfəki çıxışımda qeyd elədim. Amerikanın bir prezidenti gedəndə 5 ailə üzvünü əhv elədi, cinayət işinə xitam verdi. Digəri isə bir kitabxanalıq cinayət işi ilə gəldi Amerikanın prezidenti oldu. Və bu gün də deyir ki, mən Kennedy cinayətinin bütün məxfi arxivlərini açacağam. Çox güman ki, elə onu da Kennedy'nin taleyi yaşayacaq. Bəlkə ola bilsin, bunu da görəcəyik. Və ömründə nəinki Jek müdürü, Jekin o küçədəki o briqaderinlə bir oturub 2 kəlmə kəsməyən adamlar mənə durub ağıl öyrədirlər. Dünyanın bütün o mötəbər bir çox tədbirlərində, nə bilim, konferanslarında, forumlarında gedib mən ekspert kimi çıxış eləyən bir adam. Avropanın, yəni həyatda ömrü boyu görə bilməyəcəyiniz dünya siyasətçiləri ilə görüşüb fikir mübadiləsi aparan mənə durub deyirlər ki, yox, sən heç nə bilmirsən, İmamoğlu doğrudan da İmamoğludur. Hansı imamın oğludur? Bir dənə onun Azərbaycanı dəstəkləyən çıxışını mənə göstərin. Rəcəb Tayyip Erdoğan cənablarının bir dənə elədiyi çıxışın barıtının 5% olan bir çıxışını mənə göstərin. Göstərə bilərsinizmi? Xeyr. Türkiyə prezidenti Putinə zəng eləyir, deyir Qarabağ müharibəsinə qarışa bilmərsən. Parlamentdə çıxışını eləyir, deyir ki, bir nəfər qarışa bilməz. Cənab Mövlud Çavuşoğlu, keçmiş Dışişləri Bakanı, BMT Təhlükəsizlik Şurasında açıq-aşkar deyir ki, Qarabağ bizim qırmızı xəttimizdir. F-16 təyyarələrini göndərirlər Azərbaycana. Bayraktarların vurduğu tigranoidlərə nə yaxşı baxıb orqazm keçirdirdiniz. İndi durub o bayraktarın istehsalçısı, kürəkəni olan, qızının əri olan bir kişinin durub bu cür haqqına girirsiniz, bu cür nanəciblik edirsiniz. Ortada bilirsiniz nə var? Ortada Qafqazı, Suriyanı, Böyük Turanı və Türk Dövlətləri Birliyi projesini və eyni zamanda Ukraynaya bugün sabahlıqdır. Türkiyə sülh məramlıları, Türk qoşunu, Türk Məhmədçikləri girib müharibənin sonunu qoyacaqlar. Bu bütün planları pozmaqdan ötürü bütün dünyanın, o cümlədən xristiyan dünyasının səlib yürüyüşü bu dəqiqə Türkiyədə baş verir. Siz də getmisiniz, nə də mən dindar adam deyiləm. Deyəsiniz ki, radikal İslamçı kimi. Mən içki, şərab içirəm, namaz qılmıram. Bu mənim öz işimdir. Heç kim buna qarışa bilməz. Allahın quluna verəcəyi sualı bir bəndə verə bilməz. Bu mənim öz işimdir. Mənim birinci növbədə əməllərdir. Mənim ibadətim, mənim əməlimdir. Yəni, bugün bizə qarşı bütün Türk dünyasına, bütün İslam dünyasına qarşı səlib yürüyüşü keçirilir. Və siz indi kimin tərəfdarısınız? Bugün baxıram, Telman isə dostluğumda jurnalist var. Vətənpərvər bir jurnalist var, o paylaşmışdı. Baqdasarov, erməni Baqdasarovla sizin mövqeyiniz eynidir. Yəni, eyni mövqeydə durmuşsunuz.
Və nə var? Azərbaycan iqtidarı ilə Türkiyə iqtidarı dostdur, qardaşdır. Çox belə da, yəni bu ölkə başçılarının əlaqəsi kimi deyil, qardaşlıq eləyirlər doğrudan da. Yəni sizin o dərəcədə böyük düşmənçiliyiniz var ki, bu gün Azərbaycan Respublikasının prezidenti və yaxud Türkiyə Respublikasının Cümhuriyyətinin prezidenti ilə heç nəyə keçə bilmirsiniz onlara. Sual verirəm da, bax, gəlin qoyaq tərəziyə 2020-ci ilin 27 sentyabrına qədər mənim radikal çıxışlarımın hamısına baxa bilərsiniz. Cənab Rəcəb Tayyib Ərdoğan haqqında kifayət qədər sərt, bəzən biraz dozasında artıq eləyib, biraz da irəli getdiyim vaxtlarım olub. Amma mən baxdım, gördüm ki, adamlar neçə ildir bununla hazırlaşırlarmış. Biz bilməmişik. Yəni, bunlar doğrudan da böyük siyasəti, böyük işlər görürlərmiş. Biz haqqına girmişik adamların. İndi mən sizə sual verirəm. Laf tutalım bu hakimiyyəti bəyənmirsiniz də Azərbaycan iqtidarını. Mən sual verirəm. Azərbaycanda demokratik cəmiyyətin qurulması üçün siz nə eləmsiniz bu günə kimi? Siz Soros, USAID fondundan Zülal Əmiyev övladlarını Amerikada oxudub, Avropada özünə mülk alan, Bakıda villada yaşayıb, sürücüsü, hər şəraiti olan, cibində ləpə mitingə gəlib, az qarına sizi mitingə çağıran o dələduzlara mı inanırsınız? Yoxsa elə fikirləşirsiniz ki, yenidən həmin o dələduzlar 92-ci ildə adını demokrat qoyub, silah gücünə hakimiyyəti devirib, ələ keçirib, yenə hakimiyyətə gələcəklər, gədaları yenə gətirib vəzifəyə qoyacaqlar. Onu həyatı boyu görməyəcəksiniz. Çünki Azərbaycan artıq o Azərbaycan deyil. Azərbaycan 2020-ci ildəki Azərbaycan deyil. Və sual verirəm. Bax, bu iqtidar mənə elədiyinin, pisliyin 1%-ni sizə eləyibmi? Dədəmə 6 ayda 7-8 yoxsa 9 dəfə yoxlama verədilər. Saxta ittihamla 167-ci maddəni qoyub cinayət işi başladılar. Özə cinayət işinə görə ərizə icra hakimiyyətinə verilir. Həmin gün icra hakimi üstün yazıb prokurora göndərir. Həmin gündə icra prokuror cinayət işi başlamasına qərar verir. Safxozunun tayalarını yandırdılar. Bütün varımızı, dövlətimizi əlimizdən aldılar. Bütün gəncliyimi oğurladılar. Babam Hacı Məmişdən, Hacı Osmandan qalan beşliklər, Nikolay qızılları, beşliklər, onluqlar, imperiallarımız, onları da satdıq, evimiz bomboş boşaldı. Azərbaycanda 3-cü kəndli fermer təsərrüfatının dövlət aktı. 100 hektar torpağımızı əlimizdən aldılar Şamaxının dağətəyi zonasında. Hansı ki, biz üzümlüklər əkmək istəyirdik, üzüm emal eləmək istəyirdik. Dədəm rəhmətliyin arzusu idi ki, üzüm emal eləsin. Çünki Azərbaycanda 1-2 mütəxəssisdən biri dədəm rəhmətli idi. Hamısını əlimizdən aldılar. Amma bütün bunları biz bilirsiniz nəyə görə sıfırladıq? O Camal kişi, Qərvənd Camal kişi demişkən, Allah ona şəfa versin. Siz, gədalar, apardınız bizim papağımızı, soxdunuz o Haykanuşun ayağının arasına, paçasının arasına. Qeyrətli Azərbaycan əskəri getdi, onu çıxartdı, yudu, təmizlədi, dezinfeksiya elədi, yenidən qoydu bizim millətin başına ki, kişi kimi yaşayın. Bizim şəhidlərimizə qeyrət namus borcumuz var, bunu yadınızdan çıxartmayın. Və elə adamlar bugün durub İmamoğlunun, nə bilim, demokratiyanın müdafiəsinə qalxırlar ki, bu adamlar bir dəfə görməmişəm ki, atalarının, analarının ad gün olanda artistlik eləyib post yazırlar. Bir piksellik şəkil paylaşırlar. Nikita Xruşovun vaxtında çəkilmiş şəkli. Ata, sən mənim canımsan. Amma əllərində kreditlə işlətdikləri iPhone 15, iPhone 14, nə bilim, iPhone 16 Pro Max var. Bircə dəfə öz iPhone ilə dədəsinin şəklini çəkmiyor. Amma tualetə də girəndə şəkil çəkir, yemək də yeyəndə şəkil çəkir, selfie çəkir hər yanda. Bir yerindən bir şey əyri çıxanda onun da şəklini çəkir, qoyur. Amma dədələrinin bir dənə şəklini çəkib saxlamırlar ki, sabah dədələri öləndə baş daşına vurmağa bir dənə sonuncu şəkil olsun.
Mənim dədəmin bilir, Allah rəhmət eləsin, məkanı cənnətdir inşallah. Və bu şəkil Pravda qəzeti üçün çəkilib 70 neçənci ildə. Bu şəkillərin hamısını professional fotoqraflar çəkib. Və öz iPhone-umdan, öz Samsung-umdan mən dədəmin, nə bilim, bəlkə neçə gigabaytlıq şəkillərin, videoların çəkmişəm, arxivimdə var. Çünki mən vətənimi, Azərbaycanımı bilirsiniz nəyə görə sevirəm? Çünki mən anamı sevirəm, ailəmi sevirəm. Və bugünkü gün Zəngəzur dəhlizinin açılması ərəfəsində, Türk Dövlətləri Birliyi, Rusiyanın belinin qırılması ərəfəsində biz elə bilirsiniz ki, Qarabağ müharibəsi qurtardı, hər şey bitdi. O Kurtlar Vadisindədir. Operasyon şimdi başlayır aslanım. İndi başlayır hər şey. Bəli, mən razıyam. Ölkə daxilində insanlarımızın maddi problemləri var. Həyat rifahını qaldırmalıdırlar. Bunu mütləq bir mənalı şəkildə eləməlidirlər. Çünki xatırlayırsınızsa, mən müraciət eləmişdim kanalımda video müraciətçi Cənab Ali Başkomanda. Axırıncı kəfən pulunu gətirib Azərbaycan Müdafiə Fonduna verən bir xalq bu cür yaşamamalıdır. Onun qədrini bilmək lazımdır. Nəsimi filmində deyir, insana etiqad elə şah. Bunu da deyirəm. Amma bugün mən sizdən fərqli olaraq mən dövlətimin yaşamasını istəyirəm. Çünki dövlətimiz olmayanda biz əlimizə silah götürsək, bizə terrorçu deyəcəklər. Necə ki, bax, Çeçen qardaşlarımıza bugün deyirlər. Bugün gedib Ukraynada məcbur olub Ukrayna silahlı qüvvələrində tərkibində 5 batalyon vuruşur ki, Ukrayna müharibəsində Ukraynaya kömək eləsinlər. Rusiyada proses başlayanda qayıdıb gəlib öz vətənlərini azad eləsinlər. Amma biz bugün ölkəmizdə bayrağımız dalğalanır. Qurban olum o bayrağımıza. Və siz o qədər borcumu olarsınız ki, yəni siz hər şeyə razı olarsınız ki, siz bilirsiniz kimsiz. O Seymur Baycanın bir kitabından bir epizodu kimsə paylaşmışdı, oxumuşdum. Mən onun heç bir yazdıqlarını oxumuram. Yazmışdı ki, bulağın yanından keçəndə yadına düşür ki, xalası qızın o bulağın yanında görüb mazaqlaşan. Qeyrət damarı tutub damar yolunu dəyişib. Bax, həmin o prototiplərsiniz ki, siz bugün öz o borc-çumo prinsiplərinizə görə hər şeyə razı olarsınız. Razı olarsınız ki, Azərbaycanın da 50% getsin, Türkiyədə parçalansın, bütün bu Orta Doğu, Siriya, ondan sonra nə bilim, Türk Dövlətləri Birliyi, Turan, hər şey alt-üst olsun. Tək ki, siz baxıb ona orqazm keçirdəsiniz. Onu eləyə bilməyəcəksiniz. Çünki sizi biz çoxdan axtalamışıq. Bax, mən cənab Məmişovlaçın həqiqətləri, hər şeyi bu xalqa çatdıra-çatdıra sizi əlcək kimi çevirib tərs üzünüzü göstərmişəm və bugün də göstərməyə davam edirəm. Mən bugün görsəm Avropanın istənilən dövlətində, istənilən şəhərində, küçəsində mənim Azərbaycanlıma, mənim Türkiyə vətəndaşı olan qardaşıma, bizə düşmən olan hər hansısa bir qüvvələrin adamları hücum edir. Hətta o adam mənim qan düşmənim belə olsa, mən ölümünə gedib onu müdafiə eləyərəm. Sinəmi qabağa verib, hər şey eləyərəm ki, o adamı heç nə eləməsinlər. Mən bugün İsveçrədə siyasi mühacir statusunda ola-ola başıma gətirilməyən oyunlar qalmadı Azərbaycanda. Bunu hamınız bilirsiniz. İstəyir müxalifət tərəfdən, istəyir iqtidar tərəfdən. Amma Allah eləməmiş, Londondakı kimi, Tehrandakı kimi, istər Azərbaycan Respublikasının, istər Türkiyə Cumhuriyyətinin səfirliyinə sabah terrorçular hücum eləsə, birinci növbədə polisə xəbər verib, polisin gəlməsini gözləmərəm. Yalın əlimdən, yanar ürəyimdən girib ora, əlimdən nə gəlirsə hamısını eləyərəm. Bilirsiniz nəyə görə? Mən öz 15 arxa dönənimi tanıyıram. Nəsil şəcərəmi tanıyıram. Mən Hacı Məmşin nəvəsiyəm, Hidayətin nəvəsiyəm. O Hacı Məmşin ki, Azərbaycanda ən böyük qaçaq dəstəsi olan Qaçaq Seyidqulu, Sovet hökumətinə qarşı vuruşan Qaçaq Seyidqulunun dəstəsini maliyyələşdirib. O Hacı Məmşin ki, 1902-ci ildə Şamaxı yerlə yeşsan olanda Şamaxı Cümə məscidini öz daşına, pulunun hesabına bərpa edib, minlərlə ailəni saxlayıb. O Hacı Məmşin ki, Dağıstandan belə onun yanına taxılsın gəliblər.
Amma sizin bir çoxunuz ümumiyyətlə kimdən əmələ gəldiyi sual altındadır. Və məhz ona görə də siz bu gün durub belə mövqe sərgiliyirsiniz. Siz bir-birinin payoxunu oğurlaya böyüyən azgöz insanlar olmusunuz. Uşaqlığınız elə keçib. Allah canını sağ eləsin, bu mənim Əsəd qardaşımın misalıdır. Əsəd Qasımov 8 il kalendarla srok yatıb, heç bir cinayət törətmədiyinə görə. Bütün MT-nin izolyatorunun, bütün Azərbaycan türmələrinin, elə Avtandil qardaşımız da onunla bir yerdə. Kitabxanasını oxumuş, ali təhsilli tarixçidir. Amma bu gün o da deyir ki, qardaş, mən deyir, bunun üçün vuruşurdum. Mən nə üçün vuruşurdum ki, torpağımız azad olsun? İndi yenə də sual verirəm. Axı, siz hansı düşüncə ilə, hansı məntiqlə nə çəkirsiniz sən Allah? O barı qozun kontaktını verin bizə probelək ondan, sizi kimi bir xoşbəxt olaq da bir dəqiqəliyə. Bir saatlıq olsa. Nə çəkirsiniz siz belə özünüzü, nə bilim, utopik ideyalarda, o Nizami Gəncəvinin tərənnüm elədiyi utopik ideyalarda, İskəndərnamə, orada özünüzü hiss edirsiniz. Demokratiya, ideal dövlət, yox bir Suxoy xəlib. Mən birbaşa demokratiya olan ölkədən danışıram sizə. O, Valeriya Novodvorskaya deyirdi, Ukraynalılara, alo, dорогие украинцы, я вам из Moskvы звоню. Mən sizlə birbaşa demokratiya olan bir ölkədən danışıram. Demokratiya nisbi anlayışdır, yoxdur. Özlərinə lazım olan da var. Və biz bugün səlib yürüyüşü ilə qarşı-qarşıyıq. Bütün Türk dünyası. Və Allahın izni ilə gün başımıza vurdusa, kölgə ayağımızın altıdır. Qalib də gələcəyik buna. Və ən nəhayəti, hər bir insanın həyatında tək bir sualı var. Bir sualdan ibarətdir. Hər bir insanın həyatı. 3 kəlmədən ibarət bir sual. Mən nə üçün yaşayıram? Xoş o şəxslərin halına ki, o suala cavabları var. Bir bu sualı özünüzə verin, deyin ki, mən nə üçün yaşayıram? Əgər o suala cavabınız varsa, təbrik edirəm sizi. Mən bu sualı özümə lap çoxdan vermişəm. Çox-çoxdanıncı illərdə vermişəm. Və onun cavabını da tapmışam və özüm öz yolumdan gedirəm. Və bu yolumu mən heç bir halda dəyişməyəcəm də. Və Allahın izni ilə bu yolda sonuna qədər, o mənzilə qədər. Mən bir belə şeirim var, mən nə üçün yaşayıram, o mənzilə qəm yükümü daşıyıram. Babək alovu əlimdə, içdiyi anlı dilimdə, doğulub Şirvan elində. Özgürlüyü Ərdəbilə, Təbrizimə daşıyıram. Bu mənim yolumdur. Və məni dinləyən, məni izləyən, mənim fikirlərimə dəyər verən, paylaşan və mənlə həmfikir olan hər bir kəs mənim qardaşımdır və biz bir ordunun əskərləriyik. Allah Azərbaycanımızı qorusun, Allah Türkiyəmizi qorusun, Allah Əmrəl-Möminin Həzrətləri Rəcəb Tayyib Ərdoğanı qorusun. Mən ona Əmrəl-Möminin adını deyəndə çoxları elə bil ki, şeytana Quran göstərirlər. Bəli, doğrudan da o bütün dünya müsəlmanlarının, bütün dünya möminlərinin əmiridir, komandanıdır. Allah onu Türk dünyasına, İslam dünyasına çox görməsin. Hamınıza salam aleykum olsun. Tanrı Türkiyəmizi qorusun.